tək yaşayırım, uşaqlarım burada yoxdur, təköyün altındayam, su gətirəmirəm, neçə ildir məni qan vurubdur, tustağam, heç yerə yerib gedə bilmirəm. Hoydu, mənə suya mümkün edin. Birincisi, bütün millətimiz yanır, bir mən yox. İndi onlar yenə taksi ilə zadla gücü çatır, gedir, mənim heç nəyə gücüm çatmır. Eləcə ona yalvarıram ki, o eləyin, mənə su eləyin. Bir paşonqa biri sahibine gətirir mən. Bu indi qutarır, mən nə qayırım. Sonra otobüsünə yalvarıram. Bax, belə 3 ildir, 4 ilə keçib, mən zəlir yaşayırım. Hoydu, mənə su, bizə su. Su eləyin ağarın alın. Həm su yoxdur, heç su, əkimizdə də su yoxdur, nə özümüzdə su yoxdur. Eləcə nə boyda millətin torpağı var, ona istifadə eləyə bilirlər. Susuzluqdan istifadə eləyə bilmirlər. Gedirlər, kimin olur, kimin olan, gedir bazardan arbelər almayanda boylanır ki, yan pulum yoxdur, ala bilmirəm. Niyə qapısında su yoxsa onu ekər, səpər, dolanar, pis mi olar? Həmin yoxdur. Təmiz xar məhlə yanır, qapısı da yanır, özü də yanır. Kirimizi yeyəmirik, kirimizdə qalır. Nə içməyimizə, nə kirimizi tökməyə. İstərlə yağışın suyunu gözləyirik. Yağış yağ, paslı istərlə içinə tökülə, biz ondan istifadə edəyik. Bəlkə də o adamı da zəhərir, bəlkə mikroflar dururlar, körpü uşaqlar. Biz məcburik, çaramız yoxdur. O mikroflu suyla biz istifadə edirik. Uşaq balacaları baba bunun hamısı ondan istifadə edir. Mən suyu deyirəm, mənim özüm gətirə bilmirəm. Kiməsə verəndə uzaqda deyil, laf aşağıda da motor yandı. Da təmiz belə əl-xızanıyıq, cəmahat gedir, har yedir. Orayı sən bilərsən, o kənd qızı deyilsən, nə doğandı, Leyli, bura deyirlər. Həmən oradan taksi ilə gətirirlər, pulla, taksi ilə. Pul olmayanda erişi yanır, nələ huy qalır. Yağışın suyuna mı tutur? Çox zulüm çəkirik. Pastı istəyənədən durulduruq, su içirik. Məsələ, elə adam var, bəzi imkanlıdır, bəzi imkansızdır. Taksi 10 manatı yoxdur, gedə su gətirə. Məcbur olur, istəyənədən içir. Yəni, çətinliyimiz çoxdur. Harada gözü yalın başında bir damcı sumuz da yoxdur. Ən zulüm çəkirik sudan. Nə tər olsa suyumuz düzəldin. Bu dəqiqə suyu haradan gətirmişəm? Bax, Zaharların Fəhradın öyünün yanından paçonkaları dığırıya qoyuram, ondan öyümə su gətirirəm. Neçə kilometrdir? Çox həncər oldu, öydən oldu. Baba, qaşa çıxıram. Nəm neçə kilometr, onu belə qanunla mı neçə kilometrdir? Vaxtım da gedir. Bax, bu dəqiqə ağzı oruç, mən paçonkalarla dığırıyla su daşıyıram. Bəlkə də imkan olan olmayanda, məsələ, heç 10 manat bir döyürsən, olmur, taksi ilə gedir, su gətirir. Olmayanda döydən ilə o dəmir istəyənələrdən duruldur, su içir. Əsas yayda çəkilir. Yayda da Allah göstərməsin. Öyle gedir, bax, o doğanla gətirməyəndə pasenlərdən içir varır, gedir. Allah'dırlar, səsə elə yen gəlirlər ki, səs verin. Bax, yolumuz xıramkeş, ışığımız yox, bizim o cızlı ışıq yoxdur, qaranlıq, gecə eşiyə çıxarmırsan. Yolumuz da qərəmət, yuva. Nə ışığımız yoxdur, nə yolumuz pis, sumuz da yox. Özgə nə deyim, ay bala, çətinliyimiz çox zor günlərimizdir. Neçə ildə o bəlkə də mən balalar uşaq idim, buraya su çəkilirdi. Yekə arvadım nöəli nəticələr, hələ su da hələ əlirdi, yenə də əlir. Yalan da bala, hamısan gətirirlər. Qoca var, məsələn, xəstə var, gətirənmir, imkan olmayan var. Ondan bəlkə heç 1 manatı olmayan da var. Taksiyə pul verib suyu gətirənmir. Qoca var, naçaq var, sağ var, baldır invalidlər var. Bax elə, invalid da var bu durumda, invalid eləcə qalıb, bas doldu oturuqlu. Özgə nə deyək?